Neçə vaxt maşın alverinlə məşğulsan? Müdür, 20 ildir mən bu işləyəm. Lap yaxşı. Maşını göstərsəm sata bilərsən? Müdür, fərqi yoxdur. Nə lazımdır eləyək. Əla, bax, maşın budur. Bu təcili satılmalıdır tez bazarda. Müdür, narahat olma, mən bunu satacağım bir günə. Sən bu maşını bir günə satsan, işə qəbulsa, yaxşı maaş verəcəm. Danışdıq müdür. Maşın artıq yoxdur burada, satmışam. Qardaş, bu maşın neçəyədir? İnan ki, pulsuz. Necə yəni pulsuz, qiymətini də görün. Müdür, 20 ildir bu işdəyəm. Baxarıq indi necə satırsan bu maşını. Motoru 1-2 saata sevdi. 100-ə cəmi 4 litre benzin yandırır. İli 2016 modeldir. Bagajnika bax, buna bax gör nə boydadır. Bu maşın beskaska maşındır. Bakıda sürülməyib. Belə maşın bu qiymətə sən başqa yerdə tapa bilməzsən. Baba bax, knopkanı bastın, maşın kodlandı. Açacaq lazımdır. 49.000 probegi var. Təptəzə maşındır. Qardaş, hər şey yaxşı deyil. Bunun qiyməti nədir? Tələsmə də deyəcəm də. Salona bax gör nə tər genişdir. Otur. Bax qabağda oturmuşdun. İndi burada oturmuşsan. Heç kimə məşğulluq eləmir. Qardaşımsan, sən bu maşının bir vidinə bax. Gözünə döndüyüm yaponlar maşın yox, samolyot düzəldiblər. Bax qaqa, and olsun kələmin kötüyünə, İspanağın dəstəsinə. Problemim çoxdur. Yığıb yığışdıra bilmirəm. Pulum olsa bunu satmaram, özüm alaram. Maşına bax ya. Qardaş, ağlama. Qiymətini bilmirəm, amma mən bunu alıram. Ay qaqa, qiyməti dediyim kimi pulsuz. Cəmi 4100 manat ilkin ödənişdən bu maşını ala bilərsən. Ha qardaş, 4100 də oradan pulsuz deyə alıram mən bunu. Keç görüm. İnan mənim səmimiyyətimə, sən almasaydın, özüm alacaqdım bunu. Çox səmimi adamsan qardaş. Yaxşı ki, sən kimi dürüst adamlar var elə bu dünyada. Saxlayır bir dəqiqə. Nə olub ay müdür? Mən bu maşını satmıram. Nətər yan satmırsan? Adam belə maşını satar. Ay müdür, nə danışırsan? Gül kimi maşındır, mən sürəcəm, düş. Nə baxsan sifətimə, düş ha, vuram. Çək Ay ki. müdür, ay sən nə edirsən? Maşını satmışsın mı? Sən də get. Ay mən faizimi kim verəcək? Mənim maşınım. Ay buna bax. Ölçüm ölüm yancaram özümə burada. Maşınımdır. Get. Min dəfə deməliyəm də gərək.